Əli Ədalətli təqdim edir. Hər vaxtınız xeyir, əziz dostlar, əziz tamaşaçılar. Hər biriniz xoş gördük doğma kəndi Fatma kəndindən. Bəli, bu günləri martın 20-si 2026-cı ildir. Möhtəşəm gündür. Bayramı qarışıb. Həm Novruz bayramı, həm də Ramazan bayramı. Bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm. Və yenə də ənənəyə sadiqik. Bu günləri biz bayramı harada keçiririk? Doğma kəndin Fatmayda, bu gözəl möhtəşəm kənddə. Bayramımız mübarək. Axşamınız xeyir, xanımlar və cənablar, hörmətli qonaqlar, əziz həmvətənlərimiz. Bu günləri martın 20-si 2026-cı il. Bəli, möhtəşəm günlərdən biridir. Çünki bayrama qarışıb. Bu günləri həm Novruz bayramı, həm də Ramazan bayramıdır. Bu gözəl bayram münasibəti hər birinizi təbrik edirəm, dəyərli dostlar, dəyərli qonaqlar. Və hardan təbrik edirəm? Fətbehi, küləyin fəth olduğu məkandan. Hardan təbrik edirəm? Mədəniyyətin ocağı. Hardan təbrik edirəm sizləri? Yeraltı və yerüstü sərvətləri qızı olan bir məkan. Eşq olsun kəndimizə, eşq olsun Abşeronumuza. Alqışlayacağız özümüzü bir dostlar. Bayramımız mübarək olsun. Var olasınız, xoş gəlmişsiniz. Gələn ayaqlarımız var olsun. Allah qorusun hamımızı. Kimlərə borcluyuq? Bu günləri biz rahat keçirik, asudə vaxtımızda. Demək olar ki, illər boyudur ki, bizim bu həsrətimizə son qoyan insanlar var. Onlar kimlərdir? Onlar vətən oğullarıdır. Onlar bizim şəhidlərimizdir. Ona görə istərdim ki, bir də sükutla şəhidlərimizi yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Və dövlətimizi dinləyirik. Azərbaycanımızın gözəl bir alqışlıya zəhmət olmasa. Bəli, əziz dostlar, bayaq qeyd etdiyim kimi, ənənəyə sadiqik. Demək olar ki, bir neçə illərdir ki, bu kənddən, bu gözəl stadiondan, demək olar ki, hər zaman konsertlərimizlə qarşınıza gəlirik bu bayram günlərində. Və əlbəttə ki, onları bərabər, tək mən ola bilər ki, səhnənin önündəyəm, görsənən tərəfiyəm və səhnənin görsənməyən tərəfləri var. Əlbəttə, həm maddi, həm də mənəvi tərəfləri var. Onları hər zaman mən qeyd edirəm. Bu günləri bizə dəstək olan insanlar var ki, demək olar ki, 6 ildir mənim yanımdadır ki, bu konsertləri icra edirəm.
Allah onları var eləsin. Xüsusən Abşeron rayon başçısı, icra başçısı Abidin müəllimə və mavinlər Yusuf müəllim, İlkin müəllim, Azər müəllimə təşəkkür edirəm. Onların bizə böyük dəstəyi olur. Ondan sonra isə hər zaman mənim yanımda olan Bələdiyyə sədri Nəsir Nəsirli, Fuad müəllim və Zakirə xanım Allahverdiyeva. Onları bir alqışla zəhmət olmasa təşəkkür edirəm onlara ki, hər zaman bizə dəstək olurlar. Əziz xalqımız, əziz dostlar, əziz qonaqlar, konsert proqramımız başlayır inşallah. 2 saat yarım sizinlə olacaq və əlbəttə Azərbaycanımızın tanınmış simaları bu günləri bu səhnədə yer alacaqlar və inanıram ki, darıxdırıcı olmayacaq. Hər kəs üçün gözəl bir gün keçəcək. Və istərdim ki, ilk öncə bələdiyyə sədri Nəsir Nəsirliyə və bələdiyyə müavini Fuad müəllimə söz verim. Buyursunlar səhnəyə zəhmət olmasa. Çox sağ ol Əli. Respublikamızın çiçəkləndiyi bir vaxtda, gözəl işıqlandığı, nurlandığı bir vaxtda təsadüf edib bu Novruz bayramı və Ramazan bayramının bir yerdə olması həqiqətən çox sevindiricidir. Hər kəsi bu bayramlar münasibətindən səmimi qəlbdən təbrik edirik. Başda rayon rəhbərliyi Abidin Fərzəliyev olmaqla rayon ictimaiyyətinin təbriklərini sizə çatdırıram. Hər birinizi bu gözəl bayram münasibətindən bir daha təbrik edirəm. Qoy bu şənlik, bu ocaq daim yansın. Şənlik həmişə davam etsin. İllərdir bu şənliyimiz ənənəvi olaraq davam etdirilir. Burada zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Gəlin ayaqlarınız var olsun. Sağ olun. Hörmətli kənd sakinləri, əziz qonaqlarımız, axşamımız xeyir olsun. Hər biri bizi bu bayram münasibəti ilə təbrik edirəm. Qoy müqəddəs Ramazan bayramı, Novruz bayramı xalqımıza, elimizə, obamıza, kəndimizə düşərli olsun, xeyirli olsun. Əli müəllim, sizə də təşəkkür edirik. Bu tədbirlər daimi olsun. Hər kəsə öz minnətdarlığımızı bildiririk. Təbrik edirəm bir daha sizləri. Var olasınız. Təşəkkür edirəm sizə, hər zaman mənim yanımda olduğunuza görə. Əziz qonaqlar, davam edirik və əlbəttə ki, ilk sözü kimə verəcəm. Bayaqlar qeyd etdiyim kimi, tədbirlərdə hər zaman mənə dəstək olan insanlar var. Əlbəttə ki, onlardan da biri Zakirə xanımdır. Hər zaman demək olar ki, bütün anlarda deyir Əli, nə problemim varsa hər zaman sənin yanındayam, maddi və mənəvi. Yəqin dostlar, gələn qonaqlar bəlkə də bilirlər, bəlkə də bilmirlər, istərdim qeyd edim. Bir çox mahnıların müəllifidir, yazarıdır Zakirə xanım və bu günləri də bir dəyərli dostumuz müğənni gəlib və əlbəttə ki, onun yazdığı o gözəl sözlərə gözəl bir mahnılar oxuyacaqlar. Kimi təqdim edəcəm dostlar, alqışlarınızla dostumuz gəlir. Səttar Qəmbərov, xoş gəlib, səfa getirib. Var olasan dəyərli dostum, xoş gəlmişsən kəndimizə. Buyurun. Çox sağ ol Əli, var olasan. Dəyərli Fatmaya kəndinin sakinləri, hər birinizi salamlayıram. Novruz bayramı və Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Və ifa edəcəyim 2 mahnı olacaq sizlər üçün. İkisinin də şairəsi Zakirə xanım Allahverdiyeva. Təşəkkür edirəm sizə, var olasınız. Bir daha təbrik edirəm hər birinizi.
ağacım, aman yerim, güman yerim. Hatireler kanadında yaşattığım panah yerim. Tut ağacım, tut ağacım, senin sözün aman yerim. Tut ağacım, uzanığım, de arzuma nece çatım. Döküksünler çarpaz dağ çekmişem, neçə körpə budağını mən ezmişəm. Bir gün şirin xatirələr soylar, səni gözləyəcəyimi bilməmişəm. Döküksünlər çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən ezmişəm. Bir gün şirin xatirələr soylar, səni gözləyəcəyimi bilməmişəm. İndi sənin budağında iz qoymaq müşkül olur. Əl çatmayan arzular tək xatirələr dönməz olur. İndi yoxsan yuxularda mən gördüyüm rəyan kimi. İndi yoxsan o göylərdə əl çatmayan ulduz kimi. Köksünə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən ezmişəm. Bir gün şirin xatirələr soylar, səni gözləyəcəyimi bilməmişəm. Köksünə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən ezmişəm. Bir gün şirin xatirələr soylar, səni gözləyəcəyimi bilməmişəm. Köksünə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr soylar, səni gözləyəcəyimi bilməmişəm. Köksünə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr soylar, səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Təşəkkür edirəm dəyərli qonaqlar, var olasınız diqqətinizə görə. Və sözsüz ki, Tut Ağacım mahnısının bizə sevdirən Aygün bəylər rəhməti. Bir daha onu da anmaq istədim və bir daha Zakirə xanıma
təşəkkür edirəm bu gözəl sözlərə görə və bəstəkarı Aygün xanım Səmədzadəyə bir daha təşəkkürümü bildirirəm. Və indi ifa edəcəyim mahnı da məhz Zakirə xanım Allahverdiyevanın sözlərinə aiddir və bəstəkarı da Aygün xanım Səmədzadə. Çırpıl kayalara o çelik çelik seni damla damla tutun saklayın. Kışın sazağında, uşaqda da qarda donmuş gözlərində bahara qalın. Sən mənə ötəndən, keçəndən danış, qoynuna baş vuran heç nədən danış. Nağıllı dastanını dünyandan danış, yazdığım mahnıya bir misra salın. Coş dəniz, daş dəniz, başından aç dəniz, özün oynasın, boğcasın aç dəniz. Sularında məskən salmış söz söhbətin azansın, at sahilə yükün orada dənələrə qarışsın. Yorulsun dalgalar sahilde yatsın, ulduzlar sevgili koynunda tapsın. Dönsün bir variye, dönsün inciye, ama ineyleyip boynuna takın. Sen mənə ötəndən, keçəndən danış, qoynuna baş vuran heç nədən danış. Nağıllı dastanlı dünyandan danış, yazdığım mahnıya bir misra salın. Coş dəniz, daş dəniz, başımdan aç dəniz, özün boyda sel boğçasın aç dəniz. Sularında məskən salmış söz söhbətin azansın, at sahilə yükün orada dənələrə qarışsın. Sen bana ötenden, keçenden danış, boynuna baş vuran heç nədən danış. Nağıllı dastanlı dünyandan danış, yazdığım mahnıya bir misra salın. Coş dəniz, daş dəniz, başımdan aç dəniz, özün boyda sel boğçasın aç dəniz. Sularında məskən salmış söz söhbətin azansın, at sahilə yükün orada dənələrə qarışsın. At sahilə yükün orada dənələrə qarışsın. Təşəkkür edirəm, var olasınız. Bir daha hər birinizin bayramını təbrik edirəm, var olasınız. Təşəkkürlər Səttar bəy, var olasınız. Əziz qonaqlar, əziz dostlar, bəli, vaxt vədə yetişdi tonqalın yandırılmasına. Dostlar, alqışlarla tonqalımızı yandırın.
olsun vətənimizə, Azərbaycanımıza. Gözəl bir alqışlar gəlsin dövlətimiz üçün. Əziz dostlar, davam edirik. Yeniden yerlərimizə qaydırıq və əlbəttə ki, konsert proqramımız davam edir. Musiqiçi qonaqlarımız, dəyərli dostlarımız var burada. Zamanımız cazdır, onlara bir səhnə verməliyəm. Və onu da qeyd edim ki, bu günlərin mənlə bərabər media işləri buradadır. İctimai kanal, dəyərli dostlarımız buradadır. Dünya TV buradadır. Yol TV, dəyərli dostumuz və ümumən bizim bir səhifəmiz var, qrupumuz var. Bakubilər, belə bir adlı səhifən gedir və ümumən Bakımızın ziyalı insanları hamısı oraya yığışır və mən də onlara buradan salamlayıram, var olsunlar. Bu günlərə qonaqlar sırasındadır. Başdan Nuhbal əmini salamlayıram buradan. Xoş gəlmişsiniz. Allah sizi var eləsin. Və istərdim, birazdan səhnədə hər kəsə söz verəcəm. Amma ilk dəfə bu illəri, dəyərli dostlar, ilk dəfə bu illəri nə etmişik? Bir fikrimin çatdırım sizə. Yəni beynimin məhsuludur. Yəni istədim ki, bu illəri bir fərqli edək. Bilirsiniz ki, haradasa bir 15 il öncə Aynes kanalı var idi və Aynes kanalında maraqlı bir demək olar ki, təqdimatlar olurdu. Kimlərə? İlin adamı seçirdilər. Yəqin izləyənlər bilirlər. Mən də düşündüm bu illəri ki, kəndimizdə nümunə insanlar var, kənd üçün çalışan insanlar var. Demək olar ki, təmənnasız çalışan insanlar da var. Yəni, düşündük ki, bir 4-5 nəfərə, hər il 4-5 nəfərə bu adı verək ki, bütün işlərində bu insanlar öndədirlər. Və o adları mən qeyd etmişəm indi burada. Yəqin qonaqlar sırasındadır. Elnur Səlimli, Azərsunun işçisi. Elnur Səlimli yaxınlaşsın, zəhmət olmasa buradadırsa. Səhnəyə yaxınlaşsın. İbrahim Əskərli, Sahib Dadaşov, kəndimizi hər zaman demək olar ki, beynəlxalq yarışlarda, idman yarışlarında təmsil edir. Və Sevda Məmmədiyarova, el arasında Sevda doktor kimi tanınırıq və indi yəqin o da buradadır. Onu da istərdim ki, səhnəyə yaxınlaşsın, zəhmət olmasa. Və Ülvi Vəzirli, Allah rəhmət eləsin, haqq dünyasına qovuşub bu günləri istərdim ki, onu da qeyd edək. Çünki onun da kənddə zəhməti böyükdür. Bir çox işlərdə onun da əməyi vardı. Hələ mən istərdim ki, hələ Ülvidən söz asmışkən bir məsələni qeyd edim. Keçən illəri, hələ bu vaxtlar idi ki, mən burada səhnəni yaradarkən bizə ümumən elektrik lazım idi. Və mən Ülviyə müraciət elədim. Ülvi burada həmən şərait yaradandan sonra mən Ülviyə yaxınlaşdım. Ülvi, qardaşım, zəhmət haqqı nə qədər olacaq? Bugün Ülvi çıxıb gedib. Yəni o insan təmənnasız kəndsin çalışan insanlardan biri olub. Allah onun ruhunu şad eləsin. Belə, Sevda xanım, yaxınlaşın zəhmət olmasa, gəlin, sahib gəlin. Kimlərin adı çəkmişəm. Və bir də istərdim ki, Zakirə xanım Allahverdiyeva, o da yaxınlaşsın zəhmət deyilsə bura. Çünki onun da zəhməti böyükdür. Sevda xanım, bu hədiyyə sizin. Kəndimizin hər zaman işlərində öncül qabaqcıl olmuşsunuz. Allah sizi var eləsin, Allah sizə can sağlığı versin. Yəni, sizinlə qürur duyuruq, fəxr edirik. Çox sağ olun, Allah can sağlığı versin. Bu işi təşkil etdiyimizə görə, kəndinin bu ictimai işlərində təşkil sahib olduğumuz bu işlərə görə təşəkkür edirəm kənd cəmaatı adından sizə. Mənə də diqqət göstərdiyinizə çox sağ olun, nə qədər ki, ömrünüz canım var, kəndə qulluq etməyə hazırım. Allah sizi var eləsin, buyura bilərsiniz və alqışlayaq. Sahib, buyur sən də beynəlxalq yarışlarda kəndimizi təmsil edirsən, uğurla. Çox sağ olun, minnətdaram göstərdiyinizə etimada görə. Allah razı olsun, hamının da bayramını təbrik edirəm. Təşəkkür edirəm sahib sizə də və İbrahim, buyur dostum, sən də demək olar ki, bələdiyyə işlərində, ümumən kəndin ictimai işlərində sən də öndəsən. Çox sağ olun, təşəkkür edirəm. Hamının bayramını təbrik edirəm. Bir dənə xahişim var. Yəni, Əli bu kənd üçün çox iş görüb. Xahiş edirəm, bütün Fatmaylılar, qonaqlar, ürəkdən də Əlini alqışlayaq. Çox sağ olun, təşəkkür. Təşəkkür edirəm və
əlbəttə ki, Zaşə xanım, sizə söz mütləq verəcəm və istərdim siz də fikrinizi bildirəsiniz. Allah sizi var eləsin. Hər zaman mənim yanımda olmusunuz, tədbirlərimdə, konsertlərimdə, ümumən kəndin bütün işlərində fəalsınız. Allah Rafael müəllimə rəhmət eləsin. Onun bugün ruhu şaddır ki, onun kəndində gözəl bir həqiqətən konsert proqramı keçir. Onun kəndi bu günləri uğurla irəli gedir. Akşamınız xeyir mənim doğma kəndimin gözəl insanları. Bugün gözəl bir günə yığışmışıq bura. İki bayram, həm gözəl Ramazan bayramı, həm bahar bayramı, Novruz bayramını qeyd edirik. Hamınızın bayramı mübarək olsun. Həmişə belə gözəl günlərdə burada yığışaq və gözəl bayramları qeyd edirik və bu bayramı da təşkil edən, ərsəyə getirən Əli qardaşımıza da minnətdaram, təşəkkür edirəm ona. Çünki özünüz bilirsiniz ki, hər bir tədbiri keçirtməyin nə qədər böyük məsuliyyəti var və o məsuliyyəti neçə illərdir Əli öz boynuna götürür. Onu da təşəkkür edirəm. Sizin də bayramınız mübarək olsun. Təşəkkür edirəm. Alqışlayaq. Alqışlayaq, həqiqətən də kənd üçün çalışan, kənd üçün xidmət edən insanları hər zaman dəyərləndirmək lazımdır. Var olasınız. Allah sizləri var eləsin. Əziz qonaqlar, davam edirik. Bəli, davam edirik. İndi isə kimin vaxtıdır, kimin saatıdır, kimin dəqiqəsidir? Uşaqların sevimlisi kim gəlməlidir? Eşitmədim. Biraz da yüksəkdən. Bəli, Kosa Keçər buradadır, bu günləri qonağımızdır. Bəli, indi bir dəfə gəlir onlar da. Buyursunlar, səhnəmizə Kosa Keçər gəlir. Alqışlarınızla dostlar. Salam ediniz Fatma'yı sakinləri, bayramınız mübarək. Necəsiz? Bayrama hazırsınız. Eşitmirəm. Aferin, aferin. Kosa. Görüm ara. Şimdi diyeceğim. Gözünü mikrofonu versinler. Rahat konuşalım. Onu gitmişti. Götür mikrofonu. Bir. Yaxşı. Eşitirsən? Getmişdim. Yıxıldım diyan. Getmişdim Dubaya. Dubaya? Şu Dubay nədir? Dubay dağılıb tökülür bu dəqiqə. Dünyanın bu dəqiqə ən sakin yeri Azərbaycan. Doğrudan, əlbəttə, söhbət olub mən. Getmişdim Qubaya. Qubada neylədi? Qubadan, bax belə, mən o tərəfə dur biraz görüm. Sənin, ay sağ ol. Bax belə, sənin başın kimi yumuru qırmızı almalar aldım. Doğrudan, almalar? Ay diyon. Ya alma görürsən burada. Almanı eşitirsən keçər. Almanı satdım, pul elədim. Bəs pulu ne yedim? Pula ne? Hani pul? Burada değil. Hani haradadır bəs? Pulu yedim. Yedin? Hə, yedim. Ay uşaqlar, pulu yeyirlər. Bəs pul xərcləmək üçün deyil. Yaxşı, uşaqlar düz deyil. Mən səni aldatmaq üçün verim. Mənə bax. Yenə məni aldadırsan, hə? Eşitirsən? Sən özün demirdin ki, mənə arvad tapıb evlənmək istəyirəm. İndi eşitirsən məni? Mən tapa bilmirəm. Mən nə qədər axtarıram, tapamıram. Axırda birini tapdım. Tapdın? Hə. Tapdım, hə. Qızın atası. Dedi ki, yaxşı, amma bir şərtim var. Hə, nə şərt? Gərək keçəlim başına, Türk gəlsin. Türk gəlsin? Hə. Hə, gəlsin də, bəs necə eləyə gəlsin, hə? Türk gəlməyi üçün gərək sən Kosanın şeirini deyəsən. Sənin şeirini? Hə. Deyim də, Deyən görüm. Akos gözə gəlsənə, gəlib salam versənə, bir yerdə uşaqlar, cəm səni doldursana, Kosanı yola salsana, uyruğu, saqqalı at quyruğu, Kosan bir oyun eylər, quzunu koyun eylər, yığar bayram xonçasın, keçərin toyun eylər. Biz gəlmişik kef görək, zurna görək, dəf görək. Buyur. Novruz, baharı, ay baharı, Güller, nübarı, ay nübarı. Bahçamızda gül olsun, gül olsun, bülbül olsun. Yağ olmasın, Neylək? Hə.
Buradakılar sağ olsun. Ay sağ olsun. Diyan görüm. Qoy baxım bir dənə görüm. Yox, çıxmadı. Gəlmədi. Gözəl. Mən belə baxıram, səndə şoran torpaqdır. Şoran torpaq. Gəlməyəcək. Heç vaxt gəlməyəcək. Nəysə, deməli, hər birimizin bayramını təbrik eləyirik. Novruz bayramımız Təbrik eləyirik, mübarək bəli, olsun. Necə deyərlər? Bir dənə də sən təbrik elə. Mən də təbrik edirəm, təbriklərə qoşuluram. Bütün Hər balacalara. birinizə can sağlığı arzulayıram. Bizim arzumuz sizin arzularınızın yerinə Bəli, yetməkdir. bəli. Bayramımız mübarək. Mübarək olsun. Təşəkkürlər, xoş gəlmisiniz. Nurxan Ağsaqqalına, Nuh Bələmi gəlib bura, xoş gəlib. Bir dənə ona söz verim, bir dənə onun da fikirləri var, təbrikləri var. O da fikirlərini, təbriklərini çatdırsın, ondan sonra davam edirik əlbəttə. Buyursun Nuh Bələmi. Çox əziz Fatma kəndinin cəmaəti, hörmətli qonaqlar. Bax, bu cür gözəl tədbirin təşkilinə icazə verən şəxslər. Allah bizim prezidentimizin canını sağ eləsin. Allah Abşeron icra nümayəndəsi, Fatma kənd bələdiyyəsi, Fatma icra nümayəndəsi, bunların Allah canlarını sağ eləsin ki, bu cürlə gözəl şərait yaradıblar. Allah əlim əlimə can sağlığı versin. Əlim əlim təkcə Fatma kəndinin yox, bütün Abşeron kəndlərinin Azərbaycanda təşkilatçılığı ilə seçilən gözəl jurnalistlərdən biridir, belə deyək. Əlim əlim Həsən bəy Zərdabinin davamçısıdır. Allah əlim əlimin canını sağ eləsin, əlim əlim üçün bir ucalı, yaxşı əl çalın bir əlim əlim üçün. Deməli, deyirlər ki, ayəndə düşər şənbəyə Noruz. İndi bugün şənbə deyil, bugünkü gün iki bayramın bir yerdə olmağı bu qərinədə bir dəfə oladı. Bir qərinə 33 ildir, bəzi mənbələrdə 36 il deyirlər. Deməli, bugünkü tədbir bir də Allah qoysa 33 ildən sonra olacaq, toçlu belə. Allah canınızı sağ eləsin, bayramımız mübarək olsun. Burada bizim qonaqlarımız var, Fatma kənd cəmaatından başqa. Novxanıdan 26 nəfər bizim qonaqlarımız gəlib, Allah canlarını sağ eləsin. Sağ olun, var olun, bayramımız mübarək olsun. Əmin var olasan, Allah sənə can sağlığı versin. 26 nəfər, maşallah. Eşq olsun Novxanıya, bir alqışlar onları da, var olsunlar, xoş gəliblər. Allah canlarını sağ eləsin. Bəli. Əziz qonaqlar, davam edirik və əlbəttə ki, mənim təşəkkürlərim, bir dənə təşəkkürlərimi də eləyim. Mənə dəstək olan insanlar olub burada. Dəyərli dostum, dəyərli qardaşım, Qarabağ Fatihi, Azər dostuma təşəkkür edirəm, İbrahim dostuma, İlyas dostuma, sonra burada Bayram, Hüseyin, Etibar, Həcir Ölkənə, Eldar əmiyə təşəkkür edirəm, Asifə təşəkkür edirəm. Təşəkkürlər çoxdur. Zəhmət olan insanlar var ki, onları mən mütləq qiymətləndirməliyəm. Və indi seçim gəlir, dəyərli dostumuz Asəf Sərxanlı gəlir. Gözəl ifalarıyla. Asəf, buyur qardaşım. Salamlayıram gözəl, dəyərli Fatmaya cəmaatın. Hər birimizin bu müqəddəs Ramazan bayramı münasibətilə və Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Allah hər birimizə can sağlığı versin. Bakı kəndləri içərisində ən aktiv, ən möhtəşəm kəndlərdən biri də elə Fatma kəndidir. Fatma kəndinin də aktiv olmağında ən böyük zəhmət olan Əli Ədalətli qardaşımızdır. Çox sağ olsun dəvəti üçün. Hər birinizi ürəkdən təbrik edirəm. İnşallah ki, ölkəmizdə əmin-amanlıq olar, müharibələrdən uzaq olarıq. Hamımıza can sağlığı arzu edirəm. Bayramımız mübarək olsun. Gəlsin möhtəşəm anlarımız sizlər üçün. Əhvalımız həmişə xoş olsun, gözəl olsun. Tapardım, sen benim ömrümü kopardın. Qaytar ömrümü günümü, sen onu özünle apardın.
tapardım. Sen benim ömrümü kopardın. Kaytar ver ömrümü günümü. Sen onu özüne apardın. Gelmeni ucuz tutmasan, gitmişsen hiç kayıtmasan. Kaytar öten günleri sen kaytar ömrümü. Ver benim eşkimi, al sana hiç gerek değil. Gel kaytar eşkimi, al solun bir çiçek diye. Ver benim eşkimi, al sana hiç gerek değil. Gel kaytar eşkimi, al solun bir çiçek değil. Uzanıp kaldı ellerim, elimde soldu günlerim. Ben sana gayet geldim, kaytar aylarım. Uzanıp kaldı ellerim, elimde soldu günlerim. Ben sana gayet geldim, kaytar aylarım. Gelmeli ucuz tutmasan, gitmişsen hiç kayıtmasan. Kaytar üten günleri sen kaytar ömrümü. Vermedim eşkimi, al sana hiç gerek değil. Gel kaytar eşkimi, al solun bir çiçek diye. Vermedim eşkimi, al sana hiç gerek değil. Gel kaytar eşkimi, al solun bir çiçek değil. Vermedim eşkimi, al sana hiç gerek değil. Gel kaytar eşkimi, al solun bir çiçek değil. Vermedim eşkimi, al sana hiç gerek değil. Gel kaytar eşkimi, al solun bir çiçek değil. Al solun bir çiçek değil. Al solun bir çiçek değil. Bir hava gözlü yara aşık olmuş anlamamız gelsin. Bu mahnımızın dersiye gelmeye eli sayesinde olur. Ben minnettarım. Haydi! Bir hava gözlü yara aşık olmuşam. Gülmesen onun hatası var yoksa yok. Bir hava gözlü yara aşık olmuşam. Gülmesen onun hatası var yoksa yok. İlk bakıştan eylemesinden gibi, günler oradadır ben şeytan gibi. Can olabilmez bile canan gibi. Bir Allah'ın belası var yoksa yok. Can olabilmez bile canan gibi. Bir Allah'ın belası var yoksa yok. Bir Allah gözlü yara aşık olmuşam. Göresin onun vefası var yoksa yok. Bir Allah gözlü yara aşık olmuşam. Göresin onun vefası var yoksa yok.
yoksa yok. Adam yerden tutulur ortadır. Bu sohbetin esası var yoksa yok. Bir ala göz diyar aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir ala göz diyar aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir sualım var seven insanlara. Muhabbetin sefası var yoksa yok. Bir sualım var seven insanlara. Muhabbetin sefası var yoksa yok. Bir ana gözlü yâre aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir ana gözlü yâre aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir an üstü yâre aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir ala gözlü yâre aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir ala gözlü yâre aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Bir ala gözlü yâre aşık olmuşam. Göresen onun vefası var yoksa yok. Devam edirik dostlar. Aklımda kalan mənim gəlsin sizlər üçün. Hakikaten çok belki bilmem nece gəm çəkmişəm həsrətlə yolunda. Belki bilmem onu sevməyə olmadan da çətindir. Bilərsin bir çare aşıqıyam resmi elimdə. Belki bilsin mən sənsiz yaşadım məhəbbətimdir. Ağla qalan məndən alan fikrimdə qalan təkcə qadınsan. Qəlbimdəki sən, ruhumdaki sən. Bunu bir həvəsim yox nəfəsim sən. Ağla qalan məndən alan fikrimdə qalan təkcə qadınsan. Qəlbimdəki sən, ruhumdaki sən. Bunu bir həvəsim yox nəfəsim sən. Ne tanıştan ne de dosttan haberim almadım ben ya. Otağımdan asılan resmine baktıkça danıştım. Belki sensiz ne bir arzu ne bir ister ümidim var. Belki gönlüm değerliyse bile mühletle barıştım. Ağımda kalan benden alan fikrimde kalan tekçe kadınsan. Kalbimdeki sen, ruhumdaki sen. Bunu bir hevesim yok nefesim sen. Ağımda kalan benden alan fikrimde kalan tekçe kadınsan. Kalbimdeki sen, ruhumdaki sen. Bunu bir hevesim yok nefesim sen. Təşəkkürlər. Asəf, var olasan, gələn ayaqların var olsun, dəyərli dostum.
Hər zaman yaddaşlarda qalasan, ağlımda qalan gözəl ifa idi. Həqiqətən də. Əziz dostlar, davam edirik. Daha bir dəyərli dostumuz, o da Abşeronun fəxridir. Demək olar ki, toylarımızın bəzəyidir. Dəyərli qardaşımız, dəyərli sənətçi İbrahim Vaqifoğlu buradadır əziz dostlar. Bu alqışda ona da zəhmət olmasa, həqiqətən də möhtəşəm klarnet ifaçısıdır, dəyərli dostum. Xoş gördük səni. Buyur. Bir zəhmət olmasa bir dənə oradan ay sağ ol, Nuhbələmigin qarşısına tutmuşsunuz orada. Zakir xanım görə bilmirsiniz oradan. Bilirəm, biraz zəhmət olmasa ay sağ ol. Əla, gözəl.
İbrahim, teşekkürler değerli dostum. Ve daha bir hanım müğennimiz gəlir ve alkışlarınızla değerli dostumuz. Murat Hanım, Murat da gelsin, Murat. Her zaman tədbirlərimizdə mənim yanımda olan Canan ana gəlib, xoş gəlib, bir alqışlayan zəhmət olmasa. Deli kimi sevdim, güzel delini, ellerim yandırır, yaktı elimi. Seçimcimden ayrı en güzelini, titreyip söyledim sözümü sana. Sevdirebilmedim özümü sana. Aşım yanardım, göz isteseydim, bir ben ağlardım, söz isteseydim. Aşım yanardım, göz isteseydim, bir ben ağlardım, söz isteseydim. Beni görmek için göz isteseydin, korkanı verirdim gözümü sana. Sevdirebilmedim özümü sana. Korkanı verirdim gözümü sana. Sevdirebilmedim özümü sana. Hasretim misalı boşa sevdirdim, üşüyen beynimi boşa sevdirdim. Yavrum ayağımı boşa sevdirdim, kanı da bilmedim izimi sana. Sevdirebilmedim özümü sana. Aşım yanardım, göz isteseydim, bir ben ağlardım, söz isteseydim. Aşım yanardım, göz isteseydim, bir ben ağlardım, söz isteseydim. Beni görmek için göz isteseydin, korkanı verirdim gözümü sana. Sevdirebilmedim özümü sana. Korkanı verirdim gözümü sana. Sevdirebilmedim özümü sana. Aşım yanardım, göz isteseydim, bir ben ağlardım, söz isteseydim. Aşım yanardım, göz isteseydim, bir ben ağlardım, söz isteseydim. Beni görmek için göz isteseydin, korkumu verirdim gözümü sana. Sevdirebilmedim özümü sana. Korkumu verirdim gözümü sana. Sevdirebilmedim özümü sana. Sevdirebilmedim özümü sana. Hey! Çekil
bayram tapıldı, axşamlarında. bayram Sonra axşamlarında. davam edirik. Və daha bir xanım gəlir. O da bizim değerli dostumuzdur. İllərin sənətkarı deyərdim. Və özündən də öncə əlbəttə ki, onun atasını tanıyırıq. Azərbaycanın xalq artisti Rafael Dadaşovun ruhu şad olsun. Onun kızı gəlib Səidə xanım Dadaşova. Değerli dostum, xoş gəlir. Güneşe dokunmayın, o benim sıcaklığım. Geceme dokunmayın, geceler dert ortağım. Yarıma dokunmayın, yar benim tek varlığım. Yarıma dokunmayın, yar benim tek varlığım. Canıma dokunmayın, bu canım Allah'ım. Canıma dokunmayın, bu canım Allah'ım. Aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aşk duraklarda eski, gemiler limanlarda. Hasret yürekte eski, gemiler yalanlarda. Sevenler ölmez derler, benim gibi severler. Sevenler ölmez derler, benim gibi severler. İçim yanıyor benim bu kara akşamlarda. İçim yanıyor benim bu onsuz akşamlarda. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Kırmızı alma, dörtlü olurmuş. Öyle ay param, ince olurmuş. Evlenince eşk, bu arzu heves. Hakiki sevgi sonra olurmuş. Kırmızı alma, dörtlü olurmuş. Öyle ay param, ince olurmuş. Evlenince eşk, bu arzu heves. Hakiki sevgi sonra olurmuş. Hey oğlan, doğru kaçarsan, yok derya kimi, doğru taşarsan. Seni seveni eğer sen de seversen, sevip sevip hoşbak yaşarsan. Hele hey oğlan, doğru kaçarsan, yok derya kimi, doğru taşarsan. Seni seveni eğer sen de seversen, sevip sevip hoşbak yaşarsın. Kırmızı alma, dörtlü olurmuş. Böyle ay param, ince olurmuş. Evlenince eşk, bu arzu
Nasıl ama güzel olurmuş. Söyle ay para ince olurmuş. Öğlenince eşk bu arzu heves. Tek bir sevgi sonra olurmuş. Təşəkkürlər. Değerli kardeşimiz Əbdülxalid gəlib, xoş gəlib kəndimizə. Buyursun Əbdülxalid, buyur. Azərin torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sen çal ey güneşim, Azərbaycanıma. Əzizliklə mən bağlıyam başıma. Geçmiştir yazı, Şirbaşanlar sarayı, için şehir gözü. Oluktan bugüne kimi əzizləyin yadigarı. Geçmişinlər xatiri, Azərbaycan diyarı. Azərin torpağıyıq, hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sen saç ey güneşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Gittikçe qədim Bakı, günlə cavanlaşır. Babi Xəzər sahili, hər yer əlvan yaşıllaşır. Bakıma hər yandan dilsiz qonaqlar alışır. Vətənim çox gözəldir, ahımı deyib anlaşır. Azərin torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sen saç ey güneşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Bakı bizim anamız, ona canla bağlıyıq. Sen saç ey güneşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Azərin torpağının hamımız evladıyıq. Bakı bizim anamız, ona canla bağlıyıq. Sen saç ey güneşim, Azərbaycanıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma. Ay maşallah, bir özünüzü alışır dostlar. Möhtəşəmsi, Rəzəyə bayramımız mübarək olsun. Sevgilim sarmaral kimi, süzmək kimdən öyrəndim. Sevgilim sarmaral kimi, süzmək kimdən öyrəndim. Ay qabağa siyah teli düzmək kimdən öyrəndim. Ay qabağa siyah teli
ben uşağını üzmek kimden öyle Ay ben can öyle süzmek kimden öyle Ay ben can öyle süzmek kimden öyle Nazlı bahar kucağında seher Nazlı bahar kucağında seher Serin serin eser yine güzel Serin serin eser yine güzel Şiştanlara tepelerden süzüler Şiştanlarda tepelerden süzüler Şelaleler buz bulalar güzel Şelaleler buz bulalar güzel Güzeldir, neşeydir Şelaleler buz bulalar güzeldir Şelaleler buz bulalar neşeydir Dostlar Biraz şeyli sazım şırban elinde Biraz şeyli sazım şırban elinde Gidey kazana bir salam verin Gidey toza bir salam verin Vakifle bir yerde çıdır düzünde Vakifle bir yerde çıdır düzünde Güzel karabara bir salam verey Güzel karabara bir salam verey Canın şad olar mı deyim gülmesen Canın şad olar mı deyim gülmesen Bu gezegen bize kim desen Bu gezegen bize kim desen Ahmet o yerlere bir salam verey Ahmet o yerlere bir salam verey Hayalem ölüremey Hayalem ölüremey Hey 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 Ruhani döndürmesi gelen Şebnem kimi incemele tutkundan dalana git tutkundan dalana Ayner git canlar giz ayner git canlar giz aygiz aygiz balana giz ben sana kurban dergiz Hay maşallah Bravo
mehmani. Ondan bir dene sen çal yine mehmani. Bana zurnada çal yine mehmani. Bugüne gelenler oynasınlar. Mehman çal dolanlar oynasınlar. Oy bugüne gelenler oynasınlar. Mehman çal dolanlar oynasınlar. Ha maşallah. Biraz beyanlara dal giyinem. Musikini duyup orada kal giyinem. Oradan bir deme yanık kelemi çal giyinem. Yana yana bir yanık kelemi çal giyinem. Eşkıdından yananlar oynasınlar. Kelemi çal dolanlar oynasınlar. Eşkıdından yananlar oynasınlar. Kelemi çal dolanlar oynasınlar. Hay maşallah. Değerli dostumuz, söz ocağından gelip, hardan gelip, maçlağdan gelip, Tərlan maçlağa. Onun da bir güzel ifası var. Bu yaxında yarışdaydı, möhtəşəm, həqiqətən də çıxışlar oldu orada. Tərlan hətta mənə biraz qınaq da çevirdilər ki, sən Tərlanı müdafiə edirsən orada. Amma həqiqətən də sözü bilənə müdafiə etmək lazımdır. Söz Tərlanda. Çox sağ ol, təşəkkür edirəm əli qardaşım. Var ol, yarışda da mənə, elə bütün tədbirlərdə mənə dəstək olduğun üçün sənə təşəkkür edirəm. Yeni ilimiz, Ramazan bayramımız mübarək olsun. Neçə belə gözəl illərə, bayramlara çıxasın inşallah. Var olasınız. Novruzun sesi sedası, ne güzeldir bayrama bu havası. Yayıldı Novruzun sesi sedası, ne güzeldir bayrama bu havası. Su, ot, yel, torvaq, çərşənbəsi, gələr bunlarla Novruzun müjdəsi. Rozudur, bərəkətdir hər tövhəsi, canımızın, ruhumuzun vidası. Ne güzeldir bayrama bu havası, ne güzeldir bayrama bu havası. Yayıldı Novruzun sesi sedası, ne güzeldir bayrama bu havası. Arabasıyla bezyer təbiyyəti, xalqımızın xeyli qədim adəti. Süfrəmizin neçə naz neyməti, səmənisi şəkər bura baxlavası. Ne güzeldir bayrama bu havası, ne güzeldir bayrama bu havası. Yayıldı Novruzun sesi sedası, ne güzeldir bayrama bu havası. Senler barışırlar, yiğitler pehlivanlar yarışırlar. Mehlelerde tongallar alışırlar, tabiiyet giyinir yaşıl libası. Ne güzeldir bayrama bu havası, ne güzeldir bayrama bu havası. Yayıldı Novruzun sesi sedası, ne güzeldir bayrama bu havası. Atarlar baba, kurucunu koz fındık olar bir kucak. Hamı biri birinin gider evine konak, büyüklerin alına xeyir duası. Ne güzeldir bayrama bu havası, ne güzeldir bayrama bu havası. Yayıldı Novruzun sesi sedası, ne güzeldir bayrama bu havası.
tamaşası. Ne güzeldir bayrama bu havası, ne güzeldir bayrama bu havası. Yayıldı Novruz'un sesi sedası, ne güzeldir bayrama bu havası. Kəlbəcərdə Füzuli Cəbrayıllı ilə şəhərdə hiss olunur bahar zövqü səfası. Nə gözəldir bayrama bu havası, nə gözəldir bayrama bu havası. Yayıldı Novruz'un səsi sədası, nə gözəldir bayrama bu havası. Çok sağ olun. Var olun. Neçə belə gözəl illərə, bayramlara çatasınız. Teşekkür ederim Ali kardeşim. Tərlan, başlağaya bir alqışlar gəlsin dəyərli dostumuza, var olasam. Tərlan, Allah səni var eləsin, sənət sənətində uğurlar və daha bir dəyərli dostumuz, dəyərli sənətkar Natiq Ələşbərli gəlir. Onun mahnılarını 100% eşitmişsiniz. Dostlarım yanımda cəm olsalar belə, darıxıram mənə həmdəm olsalar belə. Dostlarım yanımda cəm olsalar belə, darıxıram mənə həmdəm olsalar belə. Sanma gülüm gözəl hanım, xoşdu məni, bəlkə də sənsiz həyatım boşdu məni. Sanma gülüm gözəl hanım, xoşdu məni, bəlkə də sənsiz həyatım boşdu məni. Səni mənim damağıma çıxardan yaradan, indi bu hicran götürsün adam. Sənin məhəbbətin edibir məni mən, çünki sevirəm canımdan artıq səni mən. Səni mənim damağıma çıxardan yaradan, indi bu hicran götürsün adam. Sənin məhəbbətin edibdir məni mən, çünki sevirəm canımdan artıq səni mən. Sensizlikdən bezdim daha döngən yana, yoksan değer zillet verir hicran mənə. Sensizlikdən bezdim daha döngən yana, yoksan değer zillet verir hicran mənə. Tanrım mənə rəhm eyle, dövran gələr, yarım gələr sən biter dünyam gülər. Tanrım mənə rəhm eyle, dövran gələr, yarım gələr sən biter dünyam gülər. Sənin mənim damağıma çıxardan yaradan, indi bu hicran götürsün adam. Sənin məhəbbətin edibdir məni mən, çünki sevirəm canımdan artıq səni mən. Səni mənim damağıma çıxardan yaradan, indi bu hicran götürsün adam. Sənin məhəbbətin edibdir məni mən, çünki sevirəm canımdan artıq səni mən. Səni mənim damağıma çıxardan yaradan, indi bu hicran götürsün adam. Sənin məhəbbətin edibdir məni mən, çünki sevirəm canımdan artıq səni mən. Əziz dostlar, əziz həmvətənlərimiz, əziz Fatimaylılar, əziz qonaqlarımız, təşəkkür edirəm ki, bugün dəyərli vaxtınızı bizə ayırdınız. İnşallah ki,
Hər zaman inşallah deyirəm, niyə? Çünki hər il demək olar görüşürük bu məkanda, bu kənddə. Qara Qarayevin diyarında, Kontradmiral Cəlil Cavadovun diyarında, Azərpaşa Neymətovun diyarında, o gözəl bizim Azərbaycan igidləri, şəhidlərimizin diyarında, bəli, yeraltı və yerüstü sərvətləri qızıl olan bu Fatımayda görüşmək ümidi ilə, dəyərli dostlar. Əlbəttə təşəkkürlərim var mənim Abşeron İcra Hakimiyyətinə, təşəkkürlərim var bələdiyyə sədri Nəsir Nəsirliyə, təşəkkürlərim var kənd sakinlərinə ki, dəyərli vaxtını bizə ayırdılar. Allah sizləri var eləsin, bayramınız mübarək. Mən sizə sağ ol demirəm, nə deyirəm? Gələni görüşənə qədər hələlik deyirəm dəyərli dostlar. Gecəmiz xeyrə qarşı.